Sizə sual verəcəm. Toy eləyirsiniz. Toya müğənni çağırmısınız. Təbii ki, müğənni də indi 300 manat, 500 manata gəlməyib ki, elə hamının cibində olsun, yola salasan toy qutaranda. Sizə sual verirəm. Toy bitəndən sonra təbii ki, konvertlərdən cırıb oradakı puldan yola salmalısınız da, düzdür, başa düşürük. Müğənni gözləməlidirmi ki, səhərə qədər siz konvert çırasınız müğənni? Yəni bu normal hal mən düşünürəm deyil. Yəni bunun belə bir üsulu var ki, başdan bir 5-10 konverti cırıb yola salmalısan. Mən belə düşünürəm. İndi mən səhv deyirəmsə, deyin səhvdir. Düzəmsə də deyin düzdür. Və yaxud canlı açıram, mən toy göstərmirəm, mən özümü göstərirəm canlıda. Bunu mən düşünürəm ki, hamı yazır düzdür. Yaxşı, bunun ayrı nə yolu ola bilər, mən başa düşə bilmirəm. Biz də deyirik, nəqdi götürmüşdük. Nəyə canım? Nəqdi evdən deyil. Çünki mədəniyyətiniz var. Bilirsiniz ki, cəmaat 2 sutkadır yollarda, çöllərdədir, yuxu yatmır. Ya da ola bilər insandır, olmasın. O da təbii haldır. Ola bilər də. Yoxdur. Onda da gəlib deyirlər ki, get karta göndərirəm. Ya da bir yarım saatda gözlə belə. Bəli, etik deyil. Bir də bir sual verim. İndi mən canlı açmışam vaxtımı öldürmək üçün də. Burada mənim qəbahətim nədir ki, orada bəziniz yazırsınız ki, niyə canlı açırsan? Başa düşmürəm. Mən dünənki toydan da canlı açmışdım da, sırağa günkü toydan. Orada niyə canlı açmışdım? Firdovsi bəy, lazım olanda bəli, ziyanlı şeydir deyir, yəni elmdə deyir, həkimlərdə deyir, amma bayramda, ceyranda, bəli, aləmlə, bəli, yəni mənə qadağa yoxdur. El adam var, onun ailəsində ona qadağadır, bəli, amma durum yalandan deyim, yox. Burada nə var ki? Qubaya da salamlar, bəli. Firdovsi bəy, ürəyin rahatlaşsın. Elşad bəy, çünki Bakıda yaşamıram ona görə. Mən Rusiyada yaşayıram 5 ildir. Siz məni yəqin indi görürsünüz. 5-ci ilə keçib ki, mən Rusiyada yaşayıram. Və çox sağ olun, hardan gözəl. Adam ürəyi gözəl olanda. Bəhər başdan pul almalısan. İndi almadıq da insaniyyətli elədik. Deyir, nə məcburdur, pulu yoxdur. O da düz söhbətdir. Nə məcburdur, yoxdur. O qədər ucuz qiymətə gedən müğənnilər var ki. Mən canlımı bütün toylarda açıram, ay canım. Bakıya gəlmirəm, buraxmırlar ona görə. Gələ bilmirəm, bəli. Buraxmırlar. Heç Rusiyadan da buraxmırlar, Bakıya da buraxmırlar canım mənim, ona görə. Sonra Pünhan İsmail, nədir? Pünhan Piriyevdə Rusiya buraxmırlar da, yəni hərədə bir şey olur. Sonra, yenə gəldi ağzı əri göz çaş. Bunun neçə profili var? Bunun yiyəsi yoxdur mu? Yoxdur, dəqiq bilirəm, yoxdur. Amma ki, fanatımdır, bir nömrəli fanatımdır. Nə vaxt buraxacaqlar mən istəyəndə. Deməli, yox, Azərbaycan vətəndaşı ya da Rus vətəndaşı, Rus vətəndaşı Rusiyadan deport ola bilməz. Azərbaycan vətəndaşı Azərbaycandan deport olanmaz. Prosta elə yazırlar, mən də o yazılana görə deyirəm, yəni. Buraxmırlar da, nə bilim, Rusiyadan buraxmırlar. Görürsünüz, efirlərimiz hamı yazır, çox gözəl olub. Bəli, biz də belə istəyirdik. Çox gözəl olub. Bu nə da? Özdə mənim Allahım elədi. Deməli, Bicdoğan və onun komandası elə cəhənnəmə vasil oldu, getdi ki, hər həftə ora çıxardırdılar, oradan bəri atmaca atırdılar. İndi gördünüz, afət. Allah afəti çox istəyir. Çünki Allah qəlblərdən xəbərdardır. Allah bilir ki, afət Fərman qızı düppədüzdür. Mən də düz izləyicilər çox istəyir. Düz izləyicilər. Ekranı tıklayın, ay dostlar. Nə deyib? Dünən deydiniz, nə? Suyu ancaq bu qədər insanlar Bəli, mən məsələn etibar elədiyim yerdə hamı ilə oturub çay da içirəm, çörək də yeyirəm. Amma elə yerlər var ki, orada tanımadığım adamlar gəlir. Bizim məsələn masada əyləşir. Ola bilər videoqrafdır, fotodur, kiminsə adam olar. Ya da bəlli bir aparıcılar var ki, bilirəm ki, ağzı ər göz çaşın quruqudur. Məsələn, heç vaxtı da və yaxud, nə bilim, səs rejissoru ola bilər. Bilirəm ki, ağzı ər göz çaşın quruqudur. Və mən orada oxuyub gələndən sonra çay içib çörək yemirəm. Təzə su gətirdim. Sular gəlir, məsələn, heç mən gətirtmirəm. Bir də balaca termosum var, elə. Yəni mən özümü
belə bu yolla qoruyuram. Çünki bir neçə müğənnilərin o vaxt başına gəlib eləyiblər. Çox sağ olun, mən də sizi sevirəm canlarım mənim, öpürəm sizi. Allah görür ki, deyirsən çox düzsən. Bəli, bəli canım mənim. Allah görür ki, bəli, ev dağıtmamışıq, ev yıxmamışıq başqasının. Bəli, o şeyləri bir də qayıdıb deməyim.